Hoş gördük herkesi. Her vaxtınız xeyir. Gününüz xeyirli uğurlu olsun. Bu günləri istirahat günüdür. Mənim də acılıq etdiyim zamanın 15-ci günüdür. Noyabr ayının 15-idir artıq 2025-ci il və yavaş-yavaş sürəcin sonuna yaxınlaşırıq. Proses şükür Allaha çoxdur, gözəl gedir. Yəni bəzən istəyirəm ki, biraz daha çox uzadım, amma bunun tibbi tərəfdən olan proseslərini çox gözəl bildiyim üçün ona görə də yəni maksimum sürəc 20 gündən yuxarı olmayacaq. Ola bilsin 17-18 gün, ya 19 gün, ya 20 gün ola bilər. Ondan yuxarı yəni bu məsələ olmayacaq. Yəni ora qədər inşallah. Yəqin ki, məsələni tamamlayacağım. Çünki yəni mən bunu öncədən olan videolarda da danışmışam, demişəm. Yəni bu proses mənim elədiyim bir şey sağlamlıqla əlaqədar olan bir şeydir. Hətta məsəl üçün orqanizmdə xəstəliklər varsa, bu etdiyim bir şey və sizə göstərdiyim məsələ həmin o xəstəlikləri sağaltmaqdır. Yəni onun üçün, yəni orqanizmi sağaldığımız zaman orqanizm bizə lazım olan hər şeyi edir. Necə ki mən də yəni öncədən dediyim kimi, yəni belə şükür Allaha, yəni yoxlatdırmışam, hər şey qaydasındadır. İstəyir böyrəklərin fəaliyyəti olsun, istəyir əsas məsələ məsələn ciyər olsun, ciyərin yəni funksiyası çox böyükdür. O olsun və yaxud nəfəs sistemi olsun, ciyərlər, ağciyərlər olsun, istəyir mədaltı vəzi olsun, istəyir dalaq olsun, istəyir mədənin özünün vəziyyəti olsun, istəyir bağırsaqlarda olan məsələlər olsun, istəyir bu qalxana bənzər vəzi olsun, boğazımızın bu hissəsində olan hansılar ki, müəyyən hormonları ifraz eləyir, istəyir beyin fəaliyyətinin yəni göstəriciləri olsun, əzələ kütləmin oranı nə qədərdir və nə qədər mənə yardım edə bilər. Elastiklik baxımından oynaqların normal şəkildə öz lazım olan jelesində olması və heç bir sızlama, ağrıma olmaması, topuqdan tutmuş ta yəni çiyin və trapesiya olan həmin o hissələrə qədər çiyin əsas oynaqları ağrı verən yerlərdir. Məşq vaxtları görsən çox adamda bunlar ağrılarından əziyyət çəkirlər, məndən soruşurlar. İndi müəyyən şeylərə deyirik ki, onu eləsinlər ki, ağrılarını çəksinlər, amma mənim özümdə bu proseslərdən hamısı qaydasındadır. Yaşım da ki artıq 47-ni tamamlayıram. 1978-ci iləm. İnşallah bu ay məndə 47 yaş tamam olacaq. Həmin günü mən sizə yəqin ki video çəkib göstərəcəyəm. Sağlıq olsun. İndi hələ ki bu prosesi edirik və bu prosesdə də siz ümumi mənim əhval-ruhiyyəmi görürsünüz, mənim yaşamımı görürsünüz. Yəni normal şəkildə sizdən danışmağımı görürsünüz və yenə də izah eləyə bu baxımdan sizdən danışıram. Və bir şeyi də mən burada indiki məsələdə demək istəyirəm ki, baxın, bu məsələ sırf sağlamlıqla bağlı olan bir məsələ. Mən bunu məsəl üçün idman sahəsinə də ayırt eləmirəm. Yəni bütün sıravi insanlar üçün. Yəni idman eləyən, eləməyən, yəni vaxtı olmayan, idmana getməyən adamlar üçün, evdə oturan adamlar üçün hətta, yəni pasiv işi olan, yəni oturaq işim var, qarnım çıxır, yağlanıram, hamısına, əgər o insanlar hələ xəstə deyilsə, məşq eləmirsə, ona o qədər yaxşı, gözəl təsir edəcək. Bu məsələ xəstələr üçündür. Yəni xəstə olan orqanizmlər üçündür. Gör nə qədər ona fayda verir, onu sağaldır. Qaldı ki, sağlam orqanizm ola və əlavə yağ yığa. Yəni səbəb gətirməsinlər sonra ki, mənim işim oturaq işdir. Mən çox otururam deyə kalori yandırmıram. Qardaş, hər şey qidadan gəlir. Hər şey qidadan gəlir. Sən qidanı işivə görə də tənzimləyə bilərsən, evə görə də təmizləyə bilərsən, məşqə görə də təmizləyə bilərsən.
Sənin öz əlində olan məsələlər var. Onu elə, onu düz elə. Necə ki, mən onu deyirəm və bizim kimi insanlar bunu belə tərqin eləyirik. Baxın videolara, araşdırın özünüz üçün. Biz sizə axı aydın şəkildə Azərbaycan dilində, Azərbaycan türkçəsində bunu sizə çox rahat şəkildə özlərimizdə, hətta terminlərsiz, mən terminlərdən heç xoşum gəlmir. Çünki bilirəm ki, termin deyəndə insanların başı qarışır, yığışıb gedirlər ki, bu yenə başladı filan kəslər doktorların danışmağı kimi, nə yazıları başa düşülür, nə danışıqları başa düşülür. Mən sizlə elə öz sakit danışdığımız dildə, müəyyən, yəni Bakı ləhcəsi ilə, Bakıda böyümüşük. Allah bütün Bakılıların, bütün qardaşların canı sağ olsun. Azərbaycanımızın hamısının bölgələrinə, yəni salamı var, hamısının canı sağ olsun. Çox yerlərdə oluruq, hər kəsdən dostluğumuz, qardaşlığımız, yaxşılardan söhbət gedir, yaxşıların hamısının canı sağ olsun. Doğru olan, düz olan insanlarla canımız qurur, qardaşım. Nə əlimizdən gələrsə, bacardığımız qədər, əlimizdən gələn qədər, yəni özümüzü gizlətməliyik, dartmarıq, çəkməliyik, bəzilər kimi sözümüzü pula satmarıq. Çox şeylər çıxıb qabağımıza, bu qədər 47 il ərzində o qədər mən insanlar görmüşəm, istəyir məşq sferasında olsun, mən illərlə məşqçi işləmişəm, heç vaxt indiyə qədər sözümü kiməsə pula, qəpiyə satmamışam, hörmətimi elə saxlamışam, tanıyanlar da sağ olsunlar, var olsunlar, dəyənini də veriblər. Şükür Allah da, Allah da əvəzini verir mənə qat-qat, şükür olsun Allah, heç bir şikayətim yoxdur. O baxımdan əlhəmdülillah, hörmət öz yerindədir. İndi bəzən olur, yaşımız artır, cavan uşaqlar var, tanımırlar, onlar da lazım olanda özümüzü tanıtdırırıq, yerlərini bilirlər öz yerində. Amma dediyimiz sözlər axı həqiqətdir. Axı biz həqiqətən düzünü deyirik sizə. Yəni bu o qədər gözəl bir sistemdir ki, buna yaxınlaşın. Yaxınlaşın. Baxın, bu qədər mən video hazırlamışam. Bu 15-ci gün videosudur. Yalnız bir nəfər hələ ki dedi sizdən motivasiya aldım. Yəni bunu 10 minlərlə insan izləyir. Amma motivasiya alan hələ ki bir nəfərdir. Bir nəfər ona yəni məqsəd qoyub dedi, mənlə məsləhət elədi, sağ olsun, hörmətinə görə Allah canını sağ eləsin, gözəl insan var ol, yəni bu günləri səhvlərimiz onda 4-cü gün gedir. O məndən dedi ki, mən 7 gün etmək istəyirəm birincidən, dedim xeyr, 7 gün etmə, sən 5 günlük elə maksimum, ondan sonra o ki təzədən başlayacaqsan bərpalamaya, mən sənə deyəcəm nə yeyəcəksən, yavaş-yavaş ona gələrsən, oturarsan ki, səndən gedən müəyyən yağ oranı təzədən yerinə qayıtmasın. Bəzən olur ki, məsələn, idman sahəsində çox olur elə, 100 dəfələrlə, 1000 dəfələrlə olur da, başımız ondan xərab olub. O qədər mənə deyirlər, deyirəm, axı mən deyənlə eləyin də, qardaş, bu idman sahəsində görürsünüz, getdiniz, siz diyetə saxladınız. 15 gün, 20 gün, 1 ay diyetə saxlayırsan da, 10 kilo çəkin getdi. Anladıq. Sonra elə ki o rejimi buraxır, şişik çəki bir dəfə də artıq qalxır. Ondan sonra da ki mən daha diyetlə saxlamayacağım. Əlbəttə ki düz olmayacaq. Bu indiyə qədər də düz deyildi. Heç indiyə qədər də düz deyildi. Bizim dediyimiz, mənim dediyim ən üstüdür. Bundan üstü yoxdur. Kimsə mümkün deyil ki bundan üstünü təqdim eləsin, desin ki, ay yox, nə danışsan bizim elədiyimiz var, ya onları hamısını keçdik də. Buna qədər də 100 illərdir bunu eləyirlər, keçiblər, olmur. Adam buradan yiyir, saxlayır rejimi, 10 kilo çəkisi oradan səhərsin bıraxanda şaşaq 20 kilo çəkisi artır. Ondan sonra hər şeyin başını bıraxır ki, heç kim heç sən bilmir, mən elə belə də yaşayıram, mümkün deyil. Amma mənim elədiyim sizə göstərir, mən sənə elə bir şey göstərirəm ki, bunun üst mərtəbəsi yoxdur, ən superidir. İstifadə eləyin bundan, dediyim sözlərdən yararlanın. Keçin birinci ketoya, gündə 2 dəfə qidalanın eyni vaxtda. Elə də yaşayın, super də bir şeydir. Artıq yeməyə də ehtiyac olmayacaq. Xəstəlikləriniz də sizdən uzaq-uzaq gedəcəksiniz. Hamısı zülallarla, lazımı yağlarla, vitaminlərlə, nutriyentlərlə, qardaşım, elektrolitlərlə dolu olan bir şeylərdir mən sizə dediklərim. Hamısı da bizim menüdə var, hamısı. Yanına o bursu lazımlı şeyləri qoşub, zibilə döndərib, onu zəhər eləməyin orqanizminiz. Gündə bir dəfə yeyin, eləyə bilənlər, omada keçin. O ondan da üstündür. Sonra mənim elədiyim aclıq eləyə bilərsiniz, 1 gün, 3 gün, 5 gün, 1 həftə danışdıqlarım. Bunu eləyin. Bu sizin
sağlam yaşamağınız siz yaxşıdır. Yaşlanıb ailəvizdə uşaqların üzərinə yük olmayın. Mən xarici ölkələrdə işləmişəm. Mən 85-90 yaşında insanların səhər tezlərindən durub səhər qaçışını elədiklərini görmüşəm. Mən deyirəm, siz nə edirsiniz? Bizim adamlar istirahətə gəlsə, bunu eləsə ya. Yəni ki, mən necə sevinərəm bir Allah bilir. Bizim adamlar istirahətə gedəndə günorta saat 2-də yuxudan dura bilmirlər. O qədər yeyirlər. İnsanlar özlərinin həyatlarını düzəldir. Ona görə də sağlam yaşalıdır ki, biz nə dövlətimizə yük olmaq istəyirik, nə də ailəmizdə uşaqlarımıza yük olmaq istəyirik. Xəstə yaşamaq istəmirik. Qocalıq mütləqdir, vaxtı gəlib çatacaq. Sən köçəcəksən bu dünyadan, amma sən axı 50 yaşında, 45 yaşında xəstə sürünə yaşayıb övladların da üzərinə sən onu salmamalısan. Allah'ın verdiği bir bəla ola bilər, başqa nələrsə bilmirəm, onlar mümkün olan şeylərdir, olur. Amma bu prosesdə ki, mən ki nəyi danışıram, bu axı bizim əlimizdə olandır, eləyək və Allahın bizə əmr etdikləri də hamısı öz-özlüyündə normada gedəcək və kimsə şikayət etməyəcək baxımdan. Çox sağ olun, minnətdaram məni izlədiyiniz üçün. Like edin, komentarı yazın, təkrar paylaşım eləyin, aşağıda o xət var, ona basın, repost çıxacaq, repostu vurun. Qoy yayılsın, qoy eşitsinlər, nə qədər faydalı bir şeydir, onu görsünlər əzizlərim. Sağ olun, inşallah gələn videoda görüşmək üzrə.